Müəllimlər, zəhmət olmasa səssizcə bağlı saxlayaq. Aha, gəldik muda. Mud feilin şəkillərindən biridir və mud 3 kateqoriyada özünü göstərəcəkdir. Birinci kateqoriyamız indikativ mud, keçdiyimiz zamanlar. Feilin şəxsə, kəmiyyətə, zamana görə dəyişilməsi. Bu indikativ mud olacaqdır. İkincisi imperativ mud, əmr cümlələri. 3-ə gəldikdə subjunctive mud da deyə bilərik, oblig mud da deyə bilərik. Hər iki başlıqla özünü göstərəcəkdir. Deməli, feilin şəxsə, kəmiyyətə, zamana görə dəyişilməsi indikativ mud. Əmr cümlələri imperativ mud, oblig mud dedikdə isə artıq bu da bir neçə kateqoriyada özünü göstərəcəkdir. Birinci nə ilə başlayırıq? Feilin indikativ mud, feilin xəbər şəkli ilə. Feilin xəbər şəkli feilin şəxsə, kəmiyyətə, zamana görə dəyişilməsidir. Müəllimlər, səsim sizə gəlir? Müəllimlərimiz heç bir problem yoxdur ki səsdə? Hə. Tamam. Deməli, indikativ mud dediyimiz fact muddur ki, hansı ki feilin şəxsə, kəmiyyətə, zamana görə dəyişilməsi. Cümlələrdə istifadə etdiyimiz feillər. Və bunlar real hadisələri və faktları ifadə edir. Deməli, indikativ mud feilin şəxsə, kəmiyyətə, zamana görə dəyişilməsidir və real olan hadisələri, faktları ifadə edəcəkdir. Məsələn, the sun rises in the east. Günəş şərqdən doğur. Real faktdır. We will meet tomorrow. Biz sabah görüşəcəyik. Real faktdır. She was born in 1992. O 1992-ci doğulub. Bu da realdır. Qeyri-real heç bir şey yoxdur. Bu olacaqdır feilin xəbər şəkli. Və onu da deyim ki, şərt budaq cümlələrində bir first conditionaldır ki, bir də ki zero conditional, hansı ki onlar real faktları ifadə edir və feilin xəbər şəklində olur. 2 dənəsi. Bu feilin xəbər şəkli. Əmr şəklinə gəldikdə isə əmr, xahiş, tövsiyə məqsədi ilə istifadə olunan feillərdir. Sadəcə belə deyək də əmr cümlələridir. Əmr cümlələri imperativ mud. Yox, bizim istifadə etdiyimiz nəqli cümlələr hansı ki real faktları, hadisələri bildirir, indikativ mud. Digər adı nədir? Fact mud olacaqdır. Hansı conditionallarda istifadə olunur? Zero bir də first. Niyə? Çünki hər ikisi reallığı ifadə edir. Əmr cümlələrinə gəldikdə sadəcə istifadə etdiyimiz əmr cümlələri. Məsələn, let's discuss this plan in detail. Всё, getdi. Let me not speak to them again. Əmr cümlələri. Letli ifadələr. Və burada bəzi hallarda biz görürük ki, bəlkə qarşınıza çıxıbdır, əmr cümlələrində feilin qarşısında, məsələn, write feilini yazır və feilin qarşısında əlavə bir do da istifadə edir. Speak feilini deyir və qarşısına bir dənə də do qoyacaqdır. Bəs bu nəyi ifadə edəcəkdir? Bəzən bəli, əmr cümlələrində sözü daha vurğulu şəkildə göstərmək üçün feilin qarşısına do hissəciyini əlavə edə bilirik. Bu da bizim əmr cümlələrimiz. Burada da ona aid misallar var. Do listen carefully, do come. Feilin qarşısında sadəcə do hissəsinin gəlməsidir. Bu 2 dənəsi ilə tanış olduq. İndi gəldik ən önəmli məsələyə. Bu da nə olacaqdır? Oblig mud. Digər adı ilə desək, subjunctive mud. Subjunctive mud özü də ayrı-ayrı kateqoriyalara bölünəcəkdir. Biz feilin xəbər şəklinin özünü 3 kateqoriyaya böldük. Birinci oldu indikativ mud. İkinci oldu imperativ əmr. Üçüncü oldu subjunctive mud. Bu belə. Bunların ikisi haqqında məlumat verdik. Gəldik üçüncüyə. Bəs üçüncü nədir? Üçüncü özü də şaxələnəcəkdir. Bölünəcəkdir present subjunctive muda. Bölünəcək past subjunctive muda. Past perfect subjunctive mud. Suppositional mud, conditional mud. Deməli, subjunctive mud da özü şaxələndi. Bölündü 5 yerə. 5 dənə yerə bölündü. Present subjunctive mud, past subjunctive mud, past perfect subjunctive mud, suppositional mud və conditional mud. Bu da oblig və ya subjunctive mudun öz deyək ki, qolları və ya kateqoriyaları. Birinci başlayırıq present subjunctive mudla. Bu present subjunctive mud nəyi bildirəcəkdir? Present subjunctive mud adətən cümlələrdə tövsiyə məqsədi ilə və ya deyək ki, zəruri halları ifadə etmək üçün istifadə olunur. Danışıq dilində biz çox rast gəlmirik.
daha çox ədəbiyyatda, bədii ədəbiyyatda istifadə olunacaqdır. Bu nədir? Feil, baş cümləni deyirəm. Budaq cümlədə feil donmuş formada qalır. Şəxslərə görə mən onu dəyişə bilmirəm. Sadəcə məsdərdən to hissəciyini atıram və feili olduğu donmuş formada qoyuram. Bu nə oldu? Present subjunctive mood. Burada da ən çox işlənən feilləri var. Ən çox işlənən feilləri nə olacaqdır? Suggest feili. Bəli, mood cümlələrində istifadə olunur. Özündən sonra donmuş feil gətirəcəkdir. Recommend feili bu bizim sinif kitabımızda da özünü göstəribdir. Sonra insist. Sonra nə deyək? Ask ən çox istifadə olunan feillərdən. Advise, order, prefer. Bu feillər deməli istifadə olunacaqdır subjunctive mood cümlələrində. Özlərindən sonra gələn feil donmuş formada olur. Bu feillərə məsələn, ikinci də veribdir. I suggest that, bu mənim baş cümləm. Mən təklif edirəm. Nəyi? Tamamlıq budaq cümləsi. İndi budaq cümləyə baxın. Baş cümləm. Birinci tərəfim. Baş cümləmi mən deyə bilərəm ki, indikativ mooddumu? Bəli. Məsələn, mən bura id də qoya bilərəm. Mən təklif etdim. Mən bura id də qoya bilərəm. Onda bu deməkdir ki, mənim baş cümləm feilin xəbər şəklidir. Yəni indikativ mooddur. Niyə? Çünki zamana görə dəyişirdi. Bəs budaq cümləm nədir? Budaq cümləm subjunctive mooddur. Niyə? Çünki she-yə görə mən study-ni olduğu kimi saxladım. Mən bunu şəxsə görə dəyişmədim. Bu nə olacaqdır? Subjunctive mood. Yəni subjunctive mood budur. Feil şəxsə görə dəyişilməz. Zamana görə dəyişilməz. Olduğu kimi qalacaqdır. Bəs mən bunun inkar formasını necə düzəldib? İnkar formasını düzəltmək üçün sadəcə bura not əlavə edəcəksiniz. Doesn't-a və yaxud da deyək ki, will not-a falan heç bir şey ehtiyac yoxdur. Sadəcə not hissəciyini əlavə edəcəksiniz. Present subjunctive mood budur. Əsasən bu feillərimiz gələcəkdir və özündən sonra gətirdiyi cümlədə he, she olsa belə mənim feilim donmuş formada gəlir. Bir də ki, ən çox istifadə olunan sifətlər var ki, cümlədə o sifətləri görəndə biz biləcəyik ki, artıq bunlar subjunctive mooddur və ona görə də feil ikinci tərəfdə donmuş formada gəlib. Bu feillərdə burada özünü göstərəcəkdir. Important feilidir, necessary feilidir, crucial feili, vital üzr istəmək feil nəymiş? Çox üzr istəyirəm. Sifətidir, çox üzr istəyirəm. Sifətidir, impossible'dır, strange'dir, natural'dır. Bunların hamısı, bu sifətlərin hamısı cümlədə gələndə, təbii ki, hər hansı biri gələcəksə, ikinci cümlə donmuş formada olacaqdır. Bəs bu nə cümləsidir? It's important. It gəlib, is gəlibdir. Sifət gəlib, zət götürübsə, inşallah növbəti dərslərdə biz bunlardan da tanış olacağıq. Bu olacaqdır mübtəda budaq cümləsi. Və ikinci tərəfdə feil necə qalacaqdır? He olsa belə be formasında qalacaqdır. Necessary adjektivimiz gəlibdir. İkinci formada be olduğu kimi qalır. Are qoya bilərəmmi? Əslində are qoysaz, o olacaq artıq indikativ mood. Və bura are qoysaz siz, artıq bu feilin xəbər şəklidir. Amma siz bunu subjunctive mood formasında saxlamaq istəyirsinizsə, elə be formasında saxlamalısınız. Bu formada saxlamalısınız. It is essential, yenə. She-yə görə be donmuş formada qalıbdır. Bu subjunctive mood. Bayaq dediklərimiz suggest, recommend və s. onlar olacaqdır ən çox işlənən feillər. Burada göstərdiklərimiz isə ən çox işlənən sifətlərdir. Və budaq cümlənin mübtədası da donmuş formada qalır. İnkar formasını düzəltmək üçün isə bayaq da bunu qeyd etdik. Dedik ki, sadəcə not hissəciyi əlavə edəcəyik. I suggest that he not be late. Sadəcə not hissəsi əlavə etdim. The teacher insisted that the student not talk. Sadəcə not hissəciyi əlavə etməklə biz bunları inkar formada vermiş olduq. Bu bizim present subjunctive moodla bağlı olan qeydlərimiz. Present subjunctive mood nə zaman istifadə olunur? Əsasən tövsiyə məqsədi ilə və ya hər hansı bir ehtimallarda zəruri hallarda istifadə olunur. İşləndiyi feillər bunlar oldu. Mənim baş cümləm, birinci tərəfim baş cümləm şəxsə, kəmiyyətə görə, zamana görə dəyişiləcək, problem yoxdur. Əsas gələn nədir? Budaq cümlədir. Budaq cümlədə feilim donmuş formada qalmalıdır. Siz onu dəyişib s əlavə etsəz, artıq o subjunctive mood olma cümləsindən çıxır. Nə olur? Bayaq birinci məlumat verdiyimiz feilin xəbər şəkli.
İstifadə olunan sifətlərimizi də dedik, inkar formasında da sadəcə not əlavə edirik. Bura qədər müəllimlər, suallarınız varsa zəhmət olmasa buyurun. Bir də ki, bizim baş cümləmiz keçmişdə ola bilər. She insisted. Baxın, baş cümləm keçmişdir. Amma budaq cümləm qəti zamana görə dəyişilməyəcək. The meeting start. Budaq cümləm donmuş formada gəldi. The teacher suggested idi qoyubdur, pastdır. Amma budağım donmuş formada gələcəkdir. Mood'un əsas özəlliyi də bundan ibarətdir. Bir də bəzən biz görəcəyik ki, list, hansı ki məqsəd budaq cümləsini düzəldən bağlayıcıdır. List də daha çox subjunctive mood cümlələrində istifadə olunacaqdır. Budaq cümlə, məsələn, baxın, burada indi budaq cümlə ilə biz başlayacağıq. Bağlayıcıdan, qısacası belə deyək, bağlayıcıdan sonra gələn hissə müəllimə budaq cümlədir. List burada bağlayıcıdır. Listdən sonra gələn, növbəti dərsimiz inşallah ki, budaq cümlə eləyərik. Bağlayıcıdan sonra gələn hissə var, bu artıq sizin budaq cümlənizdir. Və yaxud da ki, aşağı baxın, as if, as though. Bax, bu bizim bağlayıcımızdır. Bu bağlayıcıdan sonra gələn cümlə artıq bizim budaq cümləmizdir. Budaq cümlə olacaqdır. Okay. Gəldik indi bura. Baxın, list əslində görürsünüz təsdiqdir da, notu falan yoxdur. Amma tərcümədə bir növ inkarlığı ifadə edir. Dilimizdə inkar kimi tərcümə olunacaqdır. Əsasən olmasın deyə kimi dilimizə tərcümə olunur. Və bu listdə məhz subjunctive mood cümlələrində istifadə olunur. Məsələn, he spoke quietly, o sakit danışırdı. Lest, baxın lest gəldi. Bu mənim budaq cümləmdir. Lest he disturbed the baby. Uşağı narahat etməmək üçün asta, yavaş danışırdı. Tərcüməni budaqdan başlayıram. Uşağı narahat etməmək üçün asta danışırdı. Gəldik. Və yaxud da ki, bu tərəfdə. She left, bax bu tərəf olacaq da indikativ mood. Niyə indikativ mood deyirəm? Çünki leave feili zamana görə dəyişib, left olubdur. Bu mənim feilin xəbər şəklidir. Bəs budaq cümlə? Bağlayıcıdan sonraki hissəyə baxın. Lest she be late for the meeting. Görürsünüz, be olduğu kimi qalıbdır. Mənim budaq cümləm olacaqdır subjunctive mood cümləsi. Çünki feildən sonra mən donmuş formada, lestdən sonra feili donmuş formada saxlamışam. Tərcüməyə necə başlayacağım? Adətən tərcüməyə lestli tərəfdən başlayın ki, düzgün məna çıxsın. İclasa gecikməsin deyə she left early. O erkən çıxdı. Tez çıxdı. Bu formada. İndi siz deyə bilərsiniz ki, bu tərəfdə biz bunu şəxsə görə dəyişə bilərikmi? Əlbəttə ki, dəyişə bilərsiniz. Amma dəyişsəz artıq o mood olmayacaqdır. O feilin xəbər şəklində gedəcəkdir. Belə. Bu present subjunctive mood. Zəhmət olmasa, sizə qaranlıq qalan məqamlar varsa deyin, aydınlıq gətirək. Yoxdursa, past subjunctive moodla davam edək. Present subject moodda feili olduğu kimi donmuş formada qoyduq. Yaxşı, bəs past subjunctive mood nədir? Bunun birinci qolunu keçdik biz. Bir getdi. İndi gəlirik ikinciyə. İkinci nədir? Past subjunctive mood əslində keçmiş yazılır. Yəni, siz feilləri sadə keçmişdə istifadə edirsiniz. Amma ki, ötürdüyü məna indiyə və ya gələcəyə aid olur. Past subjunctive mood cümləsində siz keçmiş zamandan istifadə edəcəksiniz. Amma ötürdüyü o məna indiyə və gələcəyə aid olacaqdır. Ona görə də siz bəzən bu cümlələrdə keçmiş zamanın yerinə indiki sadə zamanın zaman zərflərini görəcəksiniz. Yəni, harda görsəz ki, feil past simple yazılıbdır. Amma görürəm ki, qabağında indiki və gələcək zamanın zaman zərflərini veribdir. Bu nədir? Bu olacaqdır mood cümləsi. Past subjunctive mood. Past subjunctive mood adətən bizim arzu istəklərimizi ifadə edəcəkdir. Və ya başqa sözlə desək, qeyri-real hərəkətləri ifadə edəcəkdir. Və bayaqlarım, məsələn, siz görürdünüz ki, she-də be qoyuruq, düzdürmü? Bu present subjunctive mood idi. Amma ki, indi görəcəksiniz ki, she-də olsa, I-da olsa, gətirib were-dən istifadə edirlər. Bəyən bu necə olar? Necə olar ki, she ilə biz were istifadə edək? Bəli, siz past subjunctive mood cümlələrində
Ancaq deməyim, bəzi hallarda was olur. Amma əksər hallarda were-dən istifadə edəcəksiniz. Niyə? Çünki qeyri-real hərəkətləri ifadə edir. Was qoysaz, bu feilin xəbər şəklidir. Bu reallığı ifadə edəcəkdir. Amma were qeyri-reallığı ifadə edir. Ona görə də biz adətən past, subjunctive, mood cümlələrində were-dən istifadə edirik. Gəlirik birinci nəyə? As if, as though. Müqayisə budaq cümlələrində istifadə olunur. Sanki elə bir ki, mənasını ifadə edəcəkdir. Bunu da mən nədən bilə bilərəm ki, məsələn, bu subjunctive mood cümləsidir. Baxıram, baş cümləm indiki zamandadır. Budaq cümləm keçmiş zamandadır. Normalda biz cümlədə zaman uyğunluğunu qorumalıyıq axı, keçmişə keçmiş verməliyik. Amma baxıram ki, bir tərəfim present, digər tərəfim pastdır. He talks as if he knew everything. O elə danışır ki, sanki hər şeyi bilir. O elə danışır ki, sanki hər şeyi bilir. Baxın, baş cümləmiz indiki zamandır, budaq cümlə keçmiş və as if var. Bu nədir? Bu past subjunctive mood cümləsidir. Əslində heç bir şey bilmir ha. Sadəcə özünü elə aparır ki, güya ki hər şeyi bilir. She acts as if she were famous. O özünü elə aparırdı ki, elə hərəkət eləyirdi ki, sanki o məşhurdur. Amma əslində reallıqda məşhur deyil. Bax, siz gətirib bura indiki zaman qoysaz, bu bilirsiniz nə olacaqdır? O özünü elə aparırdı ki, sanki o məşhurdur. Əslində o məşhurdur və özünü elə də aparır. Siz bura indiki zaman qoysaz, bu əslində reallığı bildirir. Məşhur bir insandır və özünü məşhur kimi aparır. Yox, siz bir tərəfə as if, as though olan yerlərdə bir tərəfə indini qoyub, digər tərəfə keçmişi qoysaz, əslində elə deyil, amma özünü elə aparır. Bu mənanı ifadə edəcəkdir. Və gördüyünüz kimi, she-dir. Amma she-yə görə mən nə qoydum? Were-dən istifadə elədim. Niyə? Çünki qeyri-reallıq var o cümlədə. Və bu budur. Past subjunctive mood budur. Digər cümlələrə gəldikdə bu güzəşt budaq cümləsidir. Budaq cümlələrində bunlardan inşallah aydın tanış olacağıq. Başqa biz tamamlıq budaq cümlələrində də mooda rast gələ bilərik. I wish, if only, oh if, bir dənə də var idi. Oh what, bu kimi ifadələr. Və bunlar da özləri də mood cümləsində istifadə olunur. I wish I lived in New York. Kaş mən New Yorkda yaşaya bilsəm. Görürsüz, past yazılıbdır. Amma ötürdüyü məna indidir. Ona görə də mən bura gətirib indinin zaman zərflərini və ya gələcəyin zaman zərflərini qoya bilərəm. Siz I wish-dən sonra past simple qoysanız, bu past subjunctive mooddur. Ötürdüyü məna indi və gələcəyə aiddir. Ona görə də indinin də, gələcəyin də zaman zərflərindən istifadə edə bilərsiniz. Bu cümlədə now və yaxud da ki, başqa bir today falan bu kimi zaman, indiki zamanın zaman zərflərini görsəz, heç bir yanlışlıq yoxdur. Əgər cümlə I wish-dən başlayırsa, bu tamamilə normaldır. Çünki mood cümləsidir bu. Arzu istəklərimizi ifadə edir. Bu belə. Digər tərəflərə gəldikdə yenə, kaş mən biraz daha hündür olsam. Baxın, ifadəmiz I were, yenə I-yə görə were qoyubdur. İndiki zamana aiddir. If only she were here, kaş o burada olsa. Tərcüməyə baxın, olsaydı demirəm. Kaş o burada olsa. Niyə? Çünki if only'dir, I wish'dir. Bu kimi cümlələr özlərindən sonra bəli pas götürürlər. Amma subjunctive mood cümləsi olduğuna görə indiki və gələcək zamana aid olurlar. Ona görə də indiki və gələcək zamanın zaman zərflərindən istifadə edirik. Bircə dənə diqqətli oluruq nədə? Bəzən cümlədə could-la would-u da verir. Could və ya would-a da rast gələ bilərsiniz. Əgər sizin baş cümlə dediyim birinci tərəfdir. He wishes, o arzuluyur. Nəyi? Tamamlıq budaq cümləsidir. Əgər sizin baş cümlənizlə budaq cümlənizin mübtədası eynidirsə, o zaman could-dan istifadə edəcəksiniz. Amma görürsünüz ki, I wish, baş cümləniz I, budaq cümləniz you. Fərqlidirsə, o zaman would-dan istifadə edəcəksiniz. Başdan budağın mübtədası eynidirsə could, fərqlidirsə would olacaqdır. I wish you wouldn't borrow my clothes without asking olacaq. Yəni, without asking. Kaş ki icazəsiz mənim paltarlarımı götürməsəydin.
Baxın. I wish baş cümləm indiki, baş cümləm I, budaq cümləmdə you var. Fərqli şəxslər olduğu üçün would-la. Amma eyni şəxs olanda could-la davam edirik. Bunlar nədir? Past yazılsa da present mənasını indiki mənaya aiddir və past subjunctive mooddur. Arzu, istəkləri ifadə edir, qeyri-reallıqları. Bəzən isə sizə xoş gəlməyən hər hansı bir hadisəni dayandırmaq istəyirsiniz və fikrinizi ifadə edirsiniz. Kaş ki sən bu qədər çox danışmağı dayandırsan. Kaş ki sən bu qədər deyinməsən. Bu kimi ifadələrdə də nədən istifadə edəcəyik? Would ifadəsindən istifadə edəcəyik. Would stop. I wish you would stop biting your nails. Müəllim, mən xahiş edirəm müəllimlərimizi motivasiyadan salmayın. Xahiş edirəm sizdən. Yəni deməli, harda qalmışdıq? Dedik ki, bizi qıcıqlandıran hər hansı bir hadisələrdə bizi qıcıqlandıran, bizə xoş gəlməyən hər hansı bir hadisələrdə necə davam edəcəyik? Would ifadəsindən istifadə edəcəyik. Would stop, nəyisə dayandırmaq, nəyisə saxlamaq. Məsələn, I wish it would stop raining. Kaş ki yağış da yansa. Və ya I wish you would stop biting your nails. Kaş ki sən dırnağını yeməyi dayandırsan. Xoş gəlməyən hadisələrdə də would stopdan istifadə edəcəyik. Müəllimlər, əziz müəllimlər. Bu olacaqdı tamamlıq budaq cümlələrində past subjunctive mood. Deməli, biz nə etdik? Hamısını görürsüz, əslində feilləri past formada, keçmiş zaman formasında qoyduq. Adından da göründüyü kimi past subjunctive mood. Keçmiş zaman formasında qoyuruq, amma onların ötürdüyü məna indidir. Baxın, zəhmət olmasa. Baxın, deməli, harda qalmışdıq? Past subjunctive moodda. Bax, Əzif nə idi? İnşallah növbəti dərslərimizdə, əslində bizim dərslərimiz qurtarıbdır, amma ki, yenə də davam edək. Tamam, budaq cümlələri keçsək, bu mövzu bizim üçün daha da rahatlaşacaqdır. Əzif, əzzo, müqayisə budaq cümləsinin bağlayıcısıdır. Neylədik? Baş cümləmizi indi, budaq cümləmizi were, pastdan verdik və o nəyi bildirdi? Qeyri-reallığı ifadə etdi. I wish-li cümlələr kaş ki mənasını ifadə edir. Və nə olacaqdır? Tamamlıq budaq cümləsi. I wish I live New York. Kaş ki New Yorkda yaşasam. Ötürdüyü məna nədir? İndidir. Amma fiil lived, past simple-dan geri dönüş etmişik. Daha sonra digər tərəfə gəldikdə dedik ki, mübtadalar eyni olarsa could, fərqli olarsa would-la davam edəcəyik. Belə. Bu bizim subjunctive mood cümləmizdir və siz deyəcəksiniz ki, indi zərflik budaq cümləsində biz yaratdıq, tamamlıqda yaratdıq. Bəs təyin budaq cümləsində necə? Təyində də yarada bilirikmi? Əslində müəllimlər, it is time, it's high time, it is about time kimi bir ifadələr vardır. Bu ifadələr belə deyək də, nəyinsə zamanının çatdığını göstərəcəkdir. Siz əgər onlardan sonra, it is time-dan sonra mübtada qoyursunuzsa, mütləq feili past formada istifadə edin. Past formada istifadə edin. Bu past subjunctive mooddur. Siz feilləri past istifadə edəcəksiniz, amma ötürdüyü məna indidir. Past subjunctive moodu harda görsək, feilləri mən past qoyuram. Amma ötürdüyü məna nədir? İndidir. Realdırmı? Təbii ki, real deyil, qeyri-real cümlələrdir. It's time we left. Artıq getməyin zamanıdır. Getməyin vaxtıdır. Görürsüz, left deyirik, keçmiş deyirik. Amma ötürdüyü mənaya baxın, artıq getməyin zamanıdır. Ötürdüyü məna indidir. Digər tərəfə gəldikdə. Buyurun müəllim. Mübtada gəlməzsə feili to ilə istifadə edəcəksiniz və indiki zamanda olacaq müəllimə. It's time to go to bed. Bu formada. Heç onu yazmamışam mən. Gələ əlavə qeyd kimi altdan yazardım. Əgər müəllimlər mübtada gəlibsə, siz feili past formada qoyacaqsınız. Yox, görürsünüz ki, mübtada yoxdur. O zaman feili məsdər formasında gətirəcəksiniz, to ilə gətirəcəksiniz. It's time və ya it's high time to go to bed. Artıq yatmağın zamanıdır. Bunu bildirəcəkdir.
It's about time he apologized. He apologized. Fiili də gətirdim, id ilə qoydum. Artıq onun üzr istəməsinin zamanıdır. Bu formada ifadə olunacaqdır. Past yazıldı, ötürdüyü məna indidir. Bütün bu bağlayıcıların hamısı, bayaqdan bağlayıcılar deyirəm, ifadələrin hamısı Irishli cümlələr, as if-dir, as so-dur. Sonra nə keçdik? It is time, it is about time. Bütün bunların hamısı past gətirir, amma ötürdüyü məna indidir. Mən bura indinin zaman zərflərini qoya bilərəmmi? Qoya biləcəm. Amma mən sizə bir şey deyim, ay müəllimlər, əziz müəllimlər. Burada perfect gətirsəydiniz, üzr istəyirəm, it was high time desəydiniz, bura past qoysaydınız, bura artıq perfect ilə davam etməliydiniz. Yəni, sizin birinci tərəfiniz it is olarsa, bu tərəfdə past simple-dan geri dönüş edəcəksiniz. Yox, birinci tərəfiniz keçmiş olarsa, burada artıq bitmişdən davam edirik. Belə. Başqa hansı ifadələrdir? Would you mind if ifadəsidir ki, hansı ki o da yenə əgər mübtada götürəcəksə, mübtadadan sonra fiil past formada gəlməlidir. Would you mind if I open the window? Baxın, I və fiil past formada gəldi. Ötürdüyü məna yenə indidir. Olarmı pəncərəni açım? Ötürdüyü məna indi. Belə. Bura qədər xahiş edirəm sizdən. Qaranlıq qalan məqamlar varsa, deyin bir daha üstündən keçək. Present perfect'i to have, present perfect'i deyə bilərsiniz müəllimə, amma to ilə deyəcəksiniz. O da ki, hansı halda mən indi sizə subjunctive mood'un, past perfect subjunctive mood'a keçəndə onu deyəcəm. Burada o da olacaqdır, əlbəttə ki olacaqdır, əgər keçmişə aid olarsa. Birbaşa feil to ilə gələcəkdir, yox siz mübtada qoysanız past simple qoyacaqsınız. Belə. Başqa qaranlıq qalan məqam varsa, baxın üstündən keçək. PDF-ini də göndərəcəm müəllimə. Can, inşallah ki testlərdən lap aydın olacaqdır. İndi testlərdə var. İnşallah çatdırıb baxım. Zamanımız da polnu var. Testlərində işləyərik. Müəllimlər, gəldik biraz fərqliyə vudroza ifadəsinə. Buna biraz diqqətli olaq. Burada biraz diqqətli olacağıq. Niyə? Deməli, would razə təşəkkür edirəm müəllimə, çox sağ olun. Would razə nəyi bildirəcəkdir? Would razə yenə subjunctive mood, yəni past subjunctive mood cümlələrində də istifadə olunur, past perfectdə də istifadə olunacaq. Salam müəllimə, hər vaxtınız xeyir olsun. It's high time-da necə idi? Bu da onun kimidir. Deməli, özündən sonra mübtada götürəcəksə, mübtada gələcəksə, fiil mütləq pasta gəlməlidir. Əgər biz past subjunctive mood deyiriksə, past subjunctive mood, orada bizim fiilimiz past gəlməlidir. Ötürdüyü məna indidir. I would rather you were here. Kaş ki sən burada olsan. Görürsünüz, arzu istəkləri ifadə edir. I would rather-dan sonra mübtada qoydum. Xəbər pasta gəldi. We would rather he didn't know the truth. Kaş ki o həqiqəti bilməsə. Gördünüz? He, mübtadamız gəldi və fiil past gəldi. Ötürdüyü məna nədir? İndi. We would rather you came with us tomorrow. Kaş ki sən sabah bizimlə gəlsən. Deyəcəksiniz ki, came nə əlaqə, tomorrow nə əlaqə. Bəs nə dedik? Past subjunctive mood cümlələrində biz fiili pasta qoyuruq, amma ötürdüyü məna indi olduğuna görə və ya gələcək zaman aid olduğuna görə indi və gələcək zamanın zaman zərflərindən istifadə edəcəyik. Bax, bu belədir. It is high time kimidir. Mübtada qoyuruq, past qoyuruq. Would rather-dan sonra mübtada qoyuruq, past qoyuruq. Ötürdüyü məna indi və gələcək olacaqdır. Və qeyri-real cümlələrdir. Burayla bağlı suallarınız yoxdursa davam edək. Donmuş mütləq. Would rather özündən sonra fiili donmuş formada götürəcək. Orada bəli, artıq to-ya ehtiyac yoxdur. I would rather go home tonight. Fiil artıq don. Məsələn, biz bayaq dedik, it is high time-da necə idi? To gətirdi da, fiili qoymadıq, mübtadı qoymasaq fiil to ilə gələcək, məslərdən gələcək. Amma would rather-də fiil ancaq donmuş formada gəlir.
Birbaşa feil donmuş formada gəlir. I would rather would not. Hədbetə kimidir, bəli müəllimə, hədbetə. Donmuş formada müəllimə məslərdən to hissəciyini atacaqsınız, şəxsə, kəmiyyətə, zamana görə dəyişilmədən gətirib qoyacaqsınız. Məsələn, to go-dursa, bəli, to go-dursa sadəcə to-nu atıram və feili bu formada gətirib qoyuram. Donmuşu budur. Belə. Bu da indiki zamana aiddir. Yuxarıdakı o past yazılanlar da indiki zamana aiddir. Fərqi nədir? Mübtəda gəlsə past istifadə edirəm. Mübtəda yoxdursa birbaşa feilin özünü gətirib qoyuram. Şəxsə, kəmiyyətə, zamana görə dəyişilmədən donmuş formada gətirib qoyuruq. Başqa görək burada ayrı nə var? PDF-imiz o qədər uzundur. Ola bilsin bunun qalanını saxlayaraq gələn dəfə keçərik conditional cümlələrini. Hə, indi müəllimlər, bayaq biz dedik ki, əslində bunu past perfect-ə keçməliyəm. Eyb yox. Bayaq biz dedik ki, would rather-dən sonra mübtəda gəlirsə, biz past simple-dan istifadə edəcəyik. Amma ötürdüyü məna indidir. Bəzən də görəcəksiniz ki, would rather-dən sonra mübtəda gəlibdir, amma siz past perfect-dən istifadə edəcəksiniz. Bu da bilirsiniz nədir? Siz əgər past perfect-i qoysaz, bu olacaqdır ki, bu hadisə keçmişə aiddir. Bayaq gördük, past simple-ı qoysam, hadisə indiyə aiddir. Past perfect-i qoysam, hadisə keçmişə aiddir. O zaman da past perfect olmasına baxmayaraq, siz keçmiş sadə zamanın zaman zərflərindən istifadə edə bilərsiniz. Yesterday, ago və s. Baş üstə müəllimə göndərəcəm PDF, narahat olmayın. I would rather you hadn't done that. Kaş ki, sən belə etməsəydin. Baxın, artıq edibdir, iş işdən keçibdir və indi bir növ təəssüf hissi keçirir. Past regret. Baxın. You mübtəda və past perfect gəlibdir. Nədir? Keçmişə aid bir hadisəni bildirir. Bayaq indiyə aid idi. Amma siz artıq mübtəda qoyub past perfect qoysaz, bu olacaqdır ki, bu keçmişə aid bir hadisədir. I would rather she hadn't spoken to them. Kaş ki, onlarla danışmasaydı. Əslində danışıbdı. Sadəcə geriyə dönüb baxıb təəssüf hissi keçirir. Baxın, əziz müəllimlər, siz bayaq gördüyünüz kimi she-dən sonra sadəcə speak, spoke, sadəcə spoke qoysaz, past simple qoysaz, ötürdüyü məna indidir. Amma bitmişi gətirib qoysaz, ötürdüyü məna keçmiş zamandır. Bu da belə. İndi deyəcəksiniz ki, bəs biz buradan mübtədanı götürsək, mübtəda olmasa, onu necə edək? Mübtəda da olmasa, müəllimlər, bayaq nə dedik? Dedik ki, sadəcə feili iti donmuş formada qoyuruq. Nə zaman? Əgər indiki zamana aid olarsa. Keçmiş zamana aid olanda isə siz artıq feili indiki zamanda yox, indiki bitmiş zamanda deyəcəksiniz. Ötürdüyü məna, zaman zərfinə baxın, yesterday. Zaman zərfi yesterday. Niyə yesterdaydir? Çünki zaman özü, tərcümə özü bizi keçmişə aparacaqdır. Cümlədə keçmişlik var. Nə deyəcəkdi? Kaş ki, dünən hamburger yeməsəydim. Yeyib, amma təəssüf hissi keçirir. I would rather have stay at home. Kaş ki, evdə qalsaydım. Əslində qalmayıbdı. Sadəcə olaraq indi təəssüf hissi keçirir. Bunu mübtəda qoysam hədlə deyəcəyəm. Mübtədanı sildimsə, present perfect deyirəm. Ötürdüyü məna nədir? Ötürdüyü məna olacaqdır. Ötürdüyü məna olacaqdır keçmiş zaman. Baxın, zəhmət olmasa. Deməli, I would rather-dən sonra biz gətirib feili past simple-da qoyduqsa, bu oldu indiki zamana aid. Amma I would rather-dən sonra feili past perfect-də qoyduqsa, oldu keçmiş zamana aid. Bəs mübtədanı götürsək də present perfect qoyun. Amma yenə də ötürdüyü məna keçmişdir. Baxın, zəhmət olmasın, görün bu hissə ilə bağlı qaranlıq məqam varmı? Aydın? Aha. Möhtəşəmsiz. Super. Əla. Bəli. Sadəcə belə.
Əslində mən bunu buraya yazmalıydım. Bəli, bəli, buyurun müəllimə. Past subjunctive mod cümlələrində. Past subjunctive. Yox, siz bütün moda presentə gətirib bunu qoya bilmərsiniz axı. Presentdə baxın, feil donmuş formada gəlirdi. Present subjunctive mod var idi, feilin birinci qolu. Biz orada, baxın, feilin birinci qolu. Biz burada feili necə qoyduq? Dedik ki, feil donmuş formada gəlir. She-dirsə mütləq be olacaqdı və yaxud da she-dirsə speak olaraq qalır. Present subjunctive modda siz feili donmuş formada qoyursunuz. Bayaq müəllimənin dediyi bu subjunctive modu müəllimə ikinci qoluna aiddir. Past subjunctive moda aiddir. Bayaqdan dediklərimizin hamısı past subjunctive moda aiddir. Məsələn, present bax bu idi. It's important that he be on time. Onun vaxtında, deyək ki, burada olması vacibdir. He be here on time. Burada biz feili donmuş formada qoyduq. Bu bizim subjunctive, present subjunctive modumuza aid idi. Amma past dedikdə biz feilləri past formada istifadə etdik. Past qoysaq belə ötürdüyü məna indi oldu. Baxın, əslində I lived deyirəm. Keçmiş deyirəm. Amma ötürdüyü məna indidir. Bax, bu olacaq da past subjunctive mod. New deyirəm, past simple deyirəm. Amma ötürdüyü məna indiyə aiddir. Bunu da dedik. Deməli, nə qaldı burada? Past perfect subjunctive mod. Past perfect subjunctive mod da nədir? Sadəcə past subjunctive mod deyəndə past subjunctive mod indiyə və gələcəyə aid idi. Müəllimə if only də eynidir. If only I lived London. Keşke Londonda yaşasam. Eynidir. If only-dən sonra mübtəda qoyub feili past simple-da qoyacaqsınız. Ötürdüyü məna indidir. Və ya gələcəyə aid ola bilər. Past subjunctive modda. Past perfect subjunctive mod cümlələrinə gəldikdə isə bu bilirsiniz nədir? Siz sağ olun Günay müəllimə. Bu bilirsiniz nədir müəllimlər? Bu sizi aparacaqdı keçmişlərə. Keçmişdə nə eləmişiksə, deyək ki, geriyə dönüb baxıb peşmançılıq hissi çəkirəm. Mən niyə bunu elədim və ya niyə bunu eləmədim? Bax, bu odur. Və yaxud da arzu istəklərimizi ifadə edəcək. Kəşki mən həmin gün onun sözü desəydim. Niyə demədim? Niyə ürəyimdə saxladım? Bax, bu budur. Past subjunctive mod desəm, mən deyəcəm ki, kəşki ona bunu desəm, deyə bilsəm. Bu indiyə aiddir. Amma past perfect subjunctive mod desəm, deyəcəm ki, kəş ona bunu deyərdim ha vaxtında. Niyə demədim? Niyə özüm əsəbləşdirirəm? Bax, bu budur. Past perfect subjunctive mod. Sizi keçmiş aparacaqdır. Keçmişlə bağlı peşmanlıqları, arzu istəklərinizi ifadə etmək üçün istifadə edəcəksiniz. İndi bir də cümləyə baxın. Elə I wish-lə başlayacağım. I wish, bayaq nə gətirdim? I wish-dan sonra sadəcə past simple qoysam, kaş ki mən çox oxusam, daha çox oxusam, daha çox çalışsam. Bax, bu budur, indiyə aiddir. Amma bir dənə had started desəm, baxın. Kaş ki mən daha çox oxusaydım. Keçmişdə oxumamışam, o şansı itirmişəm. I wish-dən sonra past perfect qoysaz, artıq o şans əlinizdən keçibdir və dönüb keçmişə baxıb təəssüf hissi keçirirsiniz siz. Və yaxud da ki, if I had gone to the party, I would early, əgər partiya tez gəlsəm, I would have met her, mən onunla görüşərdim. Görürsünüz, gəlməyibdi, iş işdən keçibdi. Burada nə gələcəkdir? Burada da siz past perfect subjunctive mod deyirsinizsə, elə past perfectlərdən istifadə edəcəksiniz. Ən qəşəng açar məqam budur. Past perfect deyirsinizsə, elə past perfect subjunctive mod deyirsinizsə, past perfectdən də istifadə edədə gedin. İndi gəlin digər cümlələrimizdə də baxaq. Məsələn, müqayisə cümləsində baxın, bayaq nə dedik? He act. Bura indiki deyək ki, bura məsəl üçün indiki qoysam. Nətər edeyim? Bunu düzəldim, biraz mənə uyğun gəlsin. He talk as if he acts in a ghost. Okay, he talks. Bax, bura indiki qoysam, bura sadəcə so qoysam, bu olacaq da indiki zaman. Ötürdüyü məna indiki zamana aiddir, yəni past subjunctive moddur. Amma mən baş cümləmə keçmiş qoyub, budaq cümləmə əzif, budaq bağlayıcıdan sonra gələn isə budaq cümlədir. Budaq cümləmə past perfect qoyuramsa, bu olacaqdır past perfect subjunctive mod. O elə danışırdı ki, sanki bir ghost, bir ruh görübdür. Keçmiş zamana aiddir.
O elə davranırdı ki, as though she had never met her. Sanki onunla heç vaxt görüşməmişdi. Gördünüz? Keçmiş zaman apardı sizi. Deməli, bizim baş cümləmiz indiki zamanda olanda, bağlayıcıdan sonrakı isə past simple-da olur. Bu nə olur? Past subjunctive mood. Amma sizin baş cümləniz keçmiş, budaq cümlənizdə past perfect varsa, bu olacaqdır past subjunctive mood və keçmişə aid olacaqdır. Belə. Budaqda ona aid qayda var. Deyir ki, as if, as though-dan sonra siz indiki zaman qoysaz, indikativ mooddur, reallığı bildirir. Amma pastları qoysaz, məsələn, were qoysam, bu olacaqdır past subjunctive mood. Bu artıq qeyri-reallığı bildirəcək. He looks as if he is tired. O yorğun, yəni yorğunmuş kimi, yəni həqiqətən də yorğunmuş kimi görünürdü, yorğun görünürdü. Bu budur, bu reallıqdır. Amma were qoysam, o elə görünürdü ki, sanki yorğundur. Əslində deyil. Əslində deyil, sadəcə elə görünür. Belə olacaqdır. Yəni, ola bilər ki, siz hər iki tərəfdə indiki zaman görəsiniz. As if, as though-da. Bu reallıq olacaqdır. Bura were qoyanda isə qeyri-reallıq olacaqdır. Belə. If only-dən sonra, I wish-dən sonra da yeni eyni qayda. Past perfect qoyduzsa keçmişə aiddir. I wish I had told her the truth. Kaş ona həqiqəti desəydim. Amma deməmişəm. İş işdən keçibdir. Bu olur past perfect. Keçmişə aid təəssüf hissi. Amma mən buradan hədi silsəm, olacaqdır past subjunctive mood və indiyə aiddir. Kaş ona həqiqəti desəm. Bu indiyə aiddir. Hədd deyəndə isə keçmişə aid olacaqdır. Kaş ona həqiqəti desəydim. Belə, müəllimlər, bu qədər. Suppositional mood-a gəldikdə qısa da bunun haqqında deyim, sonra keçək testlərimizə. Suppositional mood-da bayaq subjunctive mood dediyə, elə onu ilə eyni şeydir, sadəcə fərqli cəhəti nədən ibarətdir? Biz subjunctive mood cümlələrində feili sadəcə donmuş formada qoyurduq. He-yə görə, məsələn, come gələcək, S-lənə bilmir, S götürə bilmir. Amma suppositional-da isə siz artıq budaq cümlədə hər yerə should-ları gətirib qoyacaqsınız. It is necessary that he should come in time. Onun vaxtında gəlməyi vacibdir. Всё. Bu formada. Bu olacaqdır suppositional mood. Less-dən sonra gətirib should-u qoyubdur. Suppositional mood. Yenə gətirib should-u qoyub suppositional mood. Bu qədər. Should-lu ifadələr suppositional-da. Bununla bağlı suallarınız varsa buyurun. Mən bu hissəni, ikinci hissəni saxlamağı istəyirəm. Deyirəm ki, bunu gələn dərslərimizə ya bazar ya da növbəti həftə bir dərs təşkil eləyək, bu hissəyə baxaq. Çünki sizi yormayaq, ağır bir bölmədir. Okay. Keçək mi bunun testlərinə? Biraz testlərinə baxaq. Suallarınız yoxdursa keçək. Okay, getdik. Gəl görək. Ya Allah. Bu arada bu bölmələrin də izahı yaxın günlərdə YouTube-a yüklənəcəkdir. Buyurun, müəllimlər, başladıq. İstəyirsə çata da yaza bilərsiniz. Qarşılıqlıq olmasın deyə və ya çata yaza bilməyən müəllimlərimiz səsli formada desinlər. Bir də bizdən nə istəyəcəkdir? Hansı əblik modun hansı növünə aiddir? Yəni, subjunctive mod. Hər vaxtınız xeyir olsun, müəllimə. Aha. Deməli, he suggested, o təklif etdi. Baxın, suggest feili gəlibsə, deməli bu subjunctive moddur. Bəs budağında nə gəlib? Feilin qabağında nə gəlib? Should. Should gəlibsə, suppositional. Yaxşı, bəs should-u götürsək nə olacaqdı? Should götürəndə sadəcə feil donmuş formada gəlirsə, subjunctive modla davam edirik. 2-yə gəldikdə, 2. Hə, yenə order feili var və budaq cümləyə baxacaqsınız siz. Buyurun. Feilimiz bəli, feil donmuş formada gəlibdir. Subjunctive mod bir variantı. Görün necə asandır testlərdə.
Ay Allah, bizim zero conditionallarımızı keçmədik. Zero conditionallar belə deyim mən. Bəli, müəllimə. Bəli. Bu olacaqda zero condition. Bəli. Bu olacaqda zero conditional. Type 0. Yaxşı, bəs B variantımız hansı conditionaldır? Yes. Type 1. Bəs C variantımız? Type 2. Yes. Bu da olacaq. Bəli. Bəs D variantımız? Yes. Third conditional type 3. Bəs E variantı ifin içərisi past perfect çölündə sadəcə would gəlibdi. Mixed olacaqdı. Bəli, bu da mixed. Deməli, hər iki tərəfim indiki sadə zamandadırsa, bu reallığı ifadə edəcəkdir. Əgər suyu 100 dərəcədə isitsən, o qaynayacaq. Bu getdi. B variantında ifin içərisi indiki, çölündə will varsa, olacaqdır first conditional. C variantı ifin içərisində past simple, çölündə would varsa, sadəcə would varsa, type 2 second conditional. Ifin içərisində past perfect, çölündə would have done varsa, type 3, yəni third conditional. Ən axırda da birində past perfect verib, birində would-dan geri dönübsə, deniş eləyibsə, bu da mixdir. Bunu gələn dəfə mütləq keçmək lazımdır, mütləq. Gəldik 4-ə. İndi isə bizə first conditional lazımdır, əziz müəllimlər. Hansı ilə geri dönüş edəcəyik? Bəli. Məsələn, A variantında hansı olacaqdı? If you mix red and blue, you get purple. 0, bəli. Type 0. B variantı biz first conditionallarda first conditionallarda inversiyamız should'la olurdu, bəli. Bəs C variantında biz necə inversiyaya gedərik sizcə? Böyrü qabağa atmaqla möhtəşəmsiz. Hansı müəllimimizdir cavab verən? Əhsən müəllim, əhsən. D variantına gəldikdə third conditionaldır. Bəli, inversiya necə aparacağıq? Möhtəşəmsiz. Bəs məsələn, müəllimə, belə bu formada inversiya da edə bilirikmi biz hadn't qısa formada gətirək kimi? Möhtəşəmsiz. Okay. Gəldik 5-ə. Bizə lazımdır second conditional. Second past olan would-lu ifadələr bizə lazımdır. Would. Will veribdir. Buna ataq getsin. Sadəcə would bir də feil lazımdır. Would və feil. Would və feil. Would have veribdir. Bu olacaqdır. Type 3. Third conditional. Should'la inversiyaya gedibsə type 1. D variantı. Bəli, D olacaqdır. D. Bunların hamısı şərtdən gəlibdir. İstəyirsiniz bu şərtə gələn dəfə baxarıq. Biz sırf subjunctive mood cümlələrinə baxaq. Necə olar müəllimlər? Ola bilər ki, ilk dəfə baxan müəllimlərimiz var. Qarışıqlıq yaranmasın müəllimlərimizdə. Olar müəllimə, elə onu axtarım ki, müəllimlərimiz incitməyək. Okay, baxın, cümlənin gözəlliyinə baxın bir dənə. Sırf keçdiklərimizdir. Buyurun, müəllimlərimizə düşünmə vaxtı verək. Bəli müəllimə, past subjunctive mood. Nə dedik? I-dən sonra bütün şəxslərdə were istifadə edəcəyik. Ötürdüyü məna indi olsa da əslində keçmiş feildən yazılacaq. Düppədüz. Amma biz if only I-dən sonra was istifadə etmədik. Niyə? Çünki was reallığı ifadə edir. Bizi indikativ mood aparacaqdı feilin xəbər şəklinə. Getdi. Bizim birlərimiz doğru. 2-ni də cümlədən atsaq, 3-ə gəldikdə if only bu şərt budaq cümləsi. Ay, gəldik yenə şərtə çıxdıq. If only də doğrudur əslində, bu da doğrudur. Şərtdən yan keçmək istəyirəm. Yenə gəlib özünü göstərir. 4-də. Bəli. 1 3
1, 3, 6. 6 hardasan? 1, 3, 6. Bəli. Yaxşı, bəs biz 4-ü niyə götürmədik? Niyə götürmədik ki? 1, 3, 6 düz deyirsiniz, doğrudur. Bəs 4-ü niyə götürmürük biz? Aha, aha. Past subject mooddur da. Əslində cümlə olaraq bizdən present hansı istəyir? Past perfect subject mooddur. Yaxşı. Bəs niyə burada biz bunu səhv götürürük ki? Cümlə quruluşudur. I wish deyir digər tərəfdə. Ah, əlbəttə ki. Kaş ki dərzi paltarımı tiksəydi. Nə fərqlidir müəllimlər? Burada nə çatmır? No. Nə olar, nə? Bir zaman zərfi çatmırmı? Axı mən bunu keçmişdə deyirəm, siz mənə bir keçmişin zaman zərfi. Keçmişin zaman zərfi olmalıdır. Keçmişin zaman zərfi yoxdur. Keçmişin zaman zərfi yoxdursa, deməli sən indiyə ötürürsən. Bəli, deməli sən indiyə zamanı indiyə ötürürsən, əgər keçmiş ayətini qoymursan. Onda belə yaz. Belə yaz onda. Gəldik, bu da belə. Buyurun müəllimlər, zəhmət olmasa səsi baxmayarız. Səs echo verir. Buyurun müəllimə. Hansı hissəni deyirsiniz müəllimə? Baxın görün hansını deyirsən? Hə. Deməli, ayvişli cümlələr müəllimə past subjunctive bitdi. Bəli. Past, bir də past perfect subjunctive mood cümlələrində istifadə olunur. Ayvişli cümlələr. Past, subjunctive mood, bir də past perfectdə. Orada artıq siz feili donmuş formada qoya bilmirsiniz. Donmuş formada siz present subjunctive mood cümlələrində qoyursunuz. Məsələn, burada mən sizə bir şey deyim. Baxın, cümlədə essential bu kimi adjektivlər gələndə, recommend bu kimi feillər gələndə, demand bu kimi feillər gələndə, bəli, siz ikinci tərəfdə feili donmuş formada gətirib qoyacaqsınız. Amma ayvişli cümlələr özlərindən sonra buyurun. Ayvişli cümlələrdə isə artıq biz mütləq ki feili dəyişməliyik. Bəli, zamana görə dəyişməliyik biz. Onda elə bir qayda yoxdur. Çünki müəllimə, ayvişli cümlələr bir növ arzu istəkləri, qeyri-reallıqları ifadə edir. Amma subjunctive mood cümləsi isə adətən ehtimallarla bərabər zərurəti, reallığı da ifadə edə bilər. Ona görə orada feil donmuş formada olmalıdır. Arzu istəkləri ifadə edəndə isə bu formada şəxsə, zamana görə dəyişilir. Baxaq görək nə olacaqdır. I wish. Bəli, müəllimə, buna ehtiyac yoxdur. I would reach olacaqdı. I would reach olacaqdı. I would reach olacaqdı. Sadəcə have-ə ehtiyac yoxdur. Niyə? Niyə görə o ehtiyac yoxdur? Çünki burada now gəlibdir. Bunun inşallah növbəti dəfə bir daha şərt budaq cümlələrində də izah edərik. Mixdir, bəli, müəllimə. Əgər cümlədə now, today, tomorrow kimi zaman zərfləri gəlirsə, siz çalışın ki, şərt budaq cümləsində would, məsələn, travel deyim. Would və travel feilini donmuş formada qoyasınız. Would travel yazılsa da ötürdüyü məna indidir. Amma would have traveled desəysiniz, artıq keçmişə gedəcəksiniz. Burada have artıqdır. Keçəcəyik gələn dəfə bunun üstündən. Başqa nə qaldı? Görək burada bizə aid başqa nə deyəcəkdi? Başqa. Bu da şərt budaq cümləsidir. Okay, müəllimlər baxın. Yanlış istəyir. Aha. Aha, niyə D variantı? Möhtəşəmsiz. Bəli.
Bəli. Nə dedik müəllimlər? Now olan yerdə siz subject mood cümlələrində past simple, keçmiş sadə, bəli, keçmiş sadə istifadə edəcəksiniz. Perfect-ə ehtiyac yoxdur. Əgər perfect deyirsinizsə, onda keçmiş sadə zamanın zaman zərflərindən istifadə eləyin. Bir tık daha, bəli, bir addım geriyə gedəcəksiniz. Now qoyanda past simple, yesterday qoyanda past perfect-lə davam edin. Digər tərəflərdə doğrudur. Heç bir problem yoxdur. Baxın, if-in içərisi past simple verib deyə çölündə would-la davam edibdir. Past perfect verəndə isə, bu mixdir. Çölündə wouldn't be ilə geri dönüş edibdir. Past simple veribdir, yenə could və feildən geri dönüş edibdir. Second conditional. Başqa burada. Present subject mood. Məsələn, feilimiz propose, donmuş formada gəlibdir. Order, suggest. Özlərinə sonra donmuş feil deyəcəkdir. Özlərinə sonra donmuş, bəli. Özlərinə sonra donmuş feil lazımdır. Üçündə də donmuş feil harda özünü göstərəcəkdir? A variantında, B variantında S-lənibdir, dəyişib. Buda da dəyişibdir. Daha sonra yenə buda da dəyişibdir, buda da dəyişibdir. Ya A-dır, ya da E variantı olacaqdır. Hansı ilə davam edəcəyik? Möhtəşəmsiz. A-da da to olduğuna görə E variantı. Harry'yə görə feil be asked donmuş formada gəlib. The case-ə görə feil donmuş formada gəlib. She-yə görə by yenə feil donmuş formada gəlibdir. Bu feillər özlərindən sonra gələni donmuş formada alır. Şərtdir, buna ataq getsin. Səni də atıq get. Sən də get. Gəldik it is time, it is high time. Birbaşa feil gəlsəydi to ilə geri dönüş edirdik. Amma mübtəda gələcəksə bizim feilimiz necə olmalıydı? Bəli. It is olduğuna görə birinci tərəfimiz past simple olacaqdır. İkinci tərəfdə möhtəşəmsiz. Gülər müəllimə sizsiz? Möhtəşəmsiz. Zil alarm ya, əhsən sizə. Əhsən sizə. Bu da biz, gəldik bura müəllimlər. Baxın, adjectivimizə baxın, necessary. Bu adjective özündən sonra feili necə gətirəcəkdi? Donmuş formada olacaqdı. Bəli, bəli. Suggest feili. A variantı, axı bizim mübtədamız cansızdır. Məhçula getməzmi? Məhçul. Bifrot. Aha, I wish-də cümlələr, I wish, mübtədalar da eynidir. Nəydən davam edəcəyik? Yes. Could olacaq, ikincidə isə yenə would. Möhtəşəmsiz. Kəşke həyatımızda bu iflər, vələr, ancaqlar olmasa taleyimizlə bağlı. Kəşke. Mümkünsüz bir şeydir belə. Bunlara da deyməyək də day. I wish özünə sonra nə gətirəcəkdir? Bax, burada last var müəllimlər. Diqqət. Last olan yerdə biz nə qoyurduq zamanı? Mübtədalar eynidirsə? C variantında necə olacaqdı? Yesterday gəlibsə bir tık keçmiş. Perfect. Had. Yes. Amma tonight bu axşam deyirsə biz past simple qoyarıq axı. Bəli. Baxın müəllimlər, I wish-dən sonra sadəcə had qoysa ötürdüyü məna indidir.
Və ya indi gələcəyin zaman zərflərini qoysa, mütləq biz past simple qoymalıyıq. Burada məsələn, tonight deyirsə bu axşam. Bəli, deməli bu axşam deyirsə gələcəkdir. Past simple istifadə edirəm. Past simple qoyuram, amma ötürdüyü məna indidir. Yox, yesterday qoydumsa, mütləqdir ki, mən perfectlə geri dönüş etməliyəm. Hətta ki, causative verblər 2 dənə had gələndə perfect olacaqdır. Bir dənə had past simple'dır. Belə başqa varmı? I wish. Və müftədalar da eynidir. Good, yes. Bəli. Bəlkə onda da would-dan davam edəcəyik. Hə, bu şərtdir. Sən də şərtsən, get. Would rather ifadəsi, would rather. If-in içərisinə bir dənə baxın. If-in içərisinə past perfect ya. Keçmiş olmalıdır. Keçmiş olmalıdır. Müəllimə, arada müftədaz var. Arada müftədaz var. Müftədə olsa had qoyarsınız siz. Yoxdursa keçmiş ifadədə nə gəlməlidir? No. Müəllimlər. Keçmiş zamanı ifadə edəndə arada mübtəda varsa had state deyirəm. Arada mübtəda yoxdursa have state, present perfect deyirəm. Amma ötürdüyü məna keçmişdir. Mübtəda olsa had state-dən geri dönüş edirəm. Mübtəda yoxdursa have state deyəcəyəm. Amma ötürdüyü məna müəllimə səs müəllimə. Hə. Digər tərəfə gəldikdə I would rather he qoyubdur. He qoyubsa bizim feilimiz necə olmalıdır? Keçmiş sadə. Amma ötürdüyü məna nədir? Keçmiş qoysaq da. İndiki. Bəs he-ni buradan götürsək nə qoyarıq? He olmasa. Stay. Müəllimə. Bəli. Deməli, would rather-də mübtədan varsa, past simple qoyuram. Ötürdüyü məna indi. Mübtədam yoxdursa, sadəcə feili stay formasına qoyuram. Yenə ötürdüyü məna indi. Keçmişə aid olanda mübtəda varsa had state. Mübtədamı götürdümsə, o zaman keçmişi ifadə etmək üçün have state-lə geri dönüş etməliyəm. Belə. Baxaq görək başqa varmı? Aha. Bəli, müəllimə. Bilirsiz nəyə görə? Çünki bu tərəfdə keçmişə istinad edən ipucu var. Past perfect var. Deməli, cümləm keçmişə aiddir. Mübtədam olsaydı, variantını götürəcəydim. Amma mübtədam yoxdur deyə have state götürəm. Have yazıldı, amma yenə də keçmişə aiddir. Belə. Bilirəm bu mövzu çətin mövzudur. İnşallah ki, zamanla tam oturacaqdır. Gəldik başqa. Bu da bizim şərt cümləmizdir. Bu da if only var. Baxın burada. Çamadan çox ağırdır. Kaş ki bu qədər paltar yığmasaydım. Deməli yığmışam. İş işdən keçibdir. İş işdən keçibsə if only-dən sonra biz nə qoymalıyıq? Keçmişə aid nə qoyacağıq? Past perfect. Okay. Unless-dəki real cümlələri ifadə edəcəkdir. Unless-dən sonra indiki zaman gəlibsə, bəli, first conditional digər tərəfə də will-dən davam edirik. Belə, müəllimlər.